Salam, xoş gördük hər birinizi. Bugünləri milli şirniyyatımız olan şəkərparanı hazırlayacağım. Hazırlamaya keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonuncan izləməyi unutmayın. Gördüyünüz kimi naxışı itmədən, buruqları açılmadan hazırlaya biləcəyiniz şəkərbara resepti paylaşacağım sizinlə. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün ağ kərə yağından istifadə edirəm. Gördüyünüz kimi kərə yağını bu qaydada əridirəm. Tam əritmək olmaz. Bu qaydada əridikdən sonra ocaqdan götürürəm. İçində olan diri parça da öz istiliyinə əriyəcəkdir. Əritdiyim kərə yağı 200 qramdır. Yəni mənim bişirəcəyim şəkərbura 22 ədəd alınacağı üçün az miqdarda ərzaqlardan istifadə edirəm və bir qabın içərisinə 2 çimdik maya əlavə edib üzərinə 1 çay qaşığı ilıq su əlavə etdikdən sonra mayanı suyun içərisində həll edirəm və xəmir yoğuracağım qabın içərisinə əylan un əlavə edirəm 600 qram. Unun ortasına hovuz şəklinə gətirdikdən sonra 2 ədəd yumurtanın sarısını və əritdiyim 200 qram kərə yağını, 1 çay qaşığı şəkər tozu, 1 çimdik duz və suda həll etdiyim mayanı da əlavə edirəm. Üzərinə biraz ilıq su əlavə edərək sudan birlikdə xəmirimi yoğuracağam. Yəni xəmir nə qədər su apararsa o qədər su əlavə edəcəm. Nə bərk, nə yumuşaq xəmir yoğurmaya başlayıram. Artıq xəmirimi yoğurub bitirdim. Gördüyünüz kimi xəmir nə çox bərk, nə çox yumuşaq olmalıdır. Bu qatılıqda alınmalıdır. Ümumilikdə məndə bir xrustal stəkanından bir barmaq aşağı ilıq su işlənmiş oldu xəmir üçün. Xəmirin üzərini paketlə bağlayıb yarım saat dinləndirirəm. Bu müddət ərzində içlik hazırlayıram. İçlik üçün 300 qram fındıq ləpəsi, 1 stəkan şəkər tozu, 1 dolu yemək qaşığı üyüdülmüş hil əlavə edəcəm. Fındıq ləpəsini də üyütdükdən sonra bir qabın içərisinə əlavə edib üzərinə 1 stəkan şəkər tozu, 1 yemək qaşığı dolusu üyüdülmüş hil əlavə edirəm. Mən heç bir zaman üyüdülmüş hil almadım. Hər zaman özüm yəni dənə olan hildən alıb qovurduqdan sonra üyüdürəm. Onda həm ətri, həm qoxusu daha gözəl alınır. Sizə də bu cürlə məsləhət görərdim ki, özünüz hazırlayasınız, üyüdəsiniz evdə hili. Çox dadlı, çox ləzzətli olur. Ləpəmizi gördüyünüz kimi yaxşı-yaxşı qarışdırıb kənarda gözlədirəm. Daha sonra isə xəmirimi kündələr halına bölməyə başlayıram. Xəmirimi mən 43 qramdan tutacağam hər bir xəmirin kündəsini. Xəmirlərimi 43 qramdan çəkdikdən sonra yuvarlaq hala gətirərək bir listin içərisinə yerləşdirib üzərini plyonka ilə bağlayıram ki, qurumasın və daha sonra isə xəmirlərimi yaymaya başlayıram. Xəmirləri yaydıqca üst-üstə yığıb daha sonra salofan paketlə üzərini bağlayıram ki, qurumasın.
İndi isə yaydığım xəmirin içərisinə içlik əlavə edərək kənarlarını bağlayacağam. Gördüyünüz kimi xəmirin şimal tərəfi çöl tərəfində qalmalıdır. Qırış tərəfi isə ləpə əlavə etdiyimiz hissədə olmalıdır. Mən gördüyünüz bu qaydada xəmiri saxlayaraq xəmirin içərisinə 2 çay qaşığı dolusu hazırladığım içlikdən əlavə edirəm. Əlimi suya batıraraq kənarlarını çəkdikdən sonra kənarlarını möhkəm şəkildə sıxıb bağlayacağam. Xəmirin kənarlarını bağlayarkən düz olmasına diqqət etmək lazımdır. Yəni kənarları əyri qalarsa, bükülən zamanda, yəni burarkən kənarlarını əyri alınacaqdır. Bunun üçün kənarlar nə qədər düz olarsa, buruq da bir o qədər düz alınacaqdır. Mən eyni ilə bu qaydada bütün şəkərbura xəmirlərini içlik əlavə edib kənarlarını bağlayacağam. Daha sonra isə kənarlarını bükməyə başlayacağam. Şəkər buranın içərisini yaxşı-yaxşı doldurmaq lazımdır ki, içində boşluq qalmasın. Boşluq qalarsa bükərkən, yəni burarkən yaxşı alınmayacaqdır. Şəkər buranın içərisini doldurduqdan sonra əlimlə bu qaydada düzləşdirirəm ki, düz alınsın. Yəni burarkən çox gözəl, çox səliqəli çıxsın deyə əyri alınmasın buruqlarımız. Və indi isə gördüyünüz bu qaydada düzləşdirdikdən sonra şəkər buranın kənarını burmağa başlayıram. Şəkər buralarımın kənarının hamısını bükdükdən sonra gördüyünüz vəziyyətdə dik formada yığıram ki, dikinə qalsın, naxış vurarkən daha rahat, daha səliqəli naxışlar alınsın deyə. Bütün şəkər buralarının kənarını hamısını büküb bitirdim. İndi isə üzərinə naxış vururam. Naxışlarda sıx şəkildə vurmaq lazımdır. Nə qədər sıx olarsa, bir o qədər gözəl görünəcəkdir şəkər buramız.
Ve budur. Bütün şeker buralarımın üzerine nakş vurup bitirdim. İndi ise soba listine yerleştirip kenar hisselerinden iğne ile delikler atıram ki içerisinde hava kabarcığı emele gelmesin diye, yani içerisinde boşluk yaranmasın diye mütləq şekilde iğne ile kenar hisselerinden deşmek lazımdır. Soba listine yerleştirdikten sonra önceden ısıttığım sobaya 150 dereceli 160 dereceli sobada 40 dakika müddətincə bişirəcəm mən şeker buralarımı. Qeyd edim ki, pişmə müddəti və dərəcəsi sobadan sobaya dəyişir. Ve budur. Sobanın içerisinden çıxardım artıq. Şeker buralarım pişibdir. Çok güzel rengi ağappaq, nakşı itmeden, kenarları açılmadan şeker bura hazırladım. Soyduktan sonra içerisini kesip sizlerle paylaşacağım necə alındığını. Çok güzel, çok möhtəşəm alındı məncə. Sizler de eminim ki beğenip hazırlayacaqsınız. Ve budur. Şeker buramız soyduktan sonra içerisini kesip sizlerle paylaşıram ki necə alındığına baxasınız deyə. Gördüğünüz gibi çok möhtəşəm alınıbdır. Ve budur. Benim şeker buralarım artık hazırdır. Eminim ki sizler de çok beğenip hazırlayacaksınız. Bu reseptle hazırlayan hiçbir vaxt məncə peşman olmayacaktır. Hazırlayacak olanlara önceden nuş olsun deyirəm və hər kəsin Ramazan ayı mübarək olsun deyirəm. Allah tutulan bütün oruçlarımızı qəbul etsin və mənə hələ də dəstək olmamışsınızsa, dəstək olmaq üçün kanalıma abunə olub videolarımı sonradan izləməyi ve videolarımı beğenmişsinizsə beğenme butonuna toxunmayı unutmayın. İzlediğiniz için teşekkür ederim. Gelen videolarda görüşmek ümidiyle. Hələlik, sağ olun.